vaxtınız xeyir. Bilirsiniz, marketdən aldığımız o qırmızı alma niyə məhz Quba Xaçmazdan gəlir? Və ya, məsələn, Lənkərandan başqa yerdə niyə çay əkilmir? Elə bilməyin ki, bu təsadüfidir. Süfrəmizə gəlib çatan hər bir məhsulun arxasında dəmir kimi bir coğrafi məntiq var. Bax, bugün biz kənd təsərrüfatının məhz bu gizli, amma çox maraqlı yerləşmə qaydalarını birlikdə açacağıq. Gəlin bir anlıq fikirləşək. Hər gün yediyimiz o yeməklər, səhər süfrəsindəki pendir, çörək, günortadakı salatdakı o təzə pomidor, axşam içdiyimiz çay. Bunların hamısı haradan gəlir? Ən əsas sual isə budur. Niyə məhz o yerdə yetişdirilir? Başqa bir yerdə yox. Bax, bu sual var ha, elə bizim bugünkü söhbətimizin tam mərkəzində dayanır. Yaxşı, bu böyük sualın cavabını tapmaq üçün yolumuzu 4 hissəyə bölmüşük. Əvvəlcə, gəlin birlikdə torpağın dilini öyrənək, yəni təbiət bizə nə deyir. Sonra bitkilər və heyvanlar üçün ən yaxşı şəraitin nə olduğunu aydınlaşdıracağıq. Və ən sonda, bəlkə də ən vacib mövzuya toxunacağıq. Bütün bu fəaliyyətimiz planetimizdə nə kimi izlər buraxır? Elə isə başlayaq birinci hissədən torpağın dili. Heç vaxt unutmayın, fermerlər toxumu kör-köranə səpmirlər. Əkinçilik əslində təbiətlə bir dialoq kimidir və bu dialoqun öz qaydaları var. Bu qaydaları da iqlim, yerin quruluşu, su kimi bir neçə təməl amil müəyyən edir. Gəlin görək bu amillər tam olaraq nədir? Baxın, bu 5 amil demək olar ki, hər şeyi həll edir. İqlimin istiliyi, relyefin dağlıq ya da düzənliyi olması, torpağın nə dərəcədə məhsuldar olduğu, suyun olub-olmaması, hətta məhsulu alacaq insanların, yəni əhalinin harada yaşaması belə önəmlidir. Təsəvvür edin, çox isti bir iqliminiz var, amma bir damla suyunuz yoxdur. Pambıq əkə bilərsinizmi? Əlbəttə yox. Bütün bu elementlər bir-birinə zəncir kimi bağlıdır və birlikdə qərar verirlər ki, harada nə yetişəcək. Yaxşı, bu ümumi qaydaları bildik. İndi isə gəlin biraz da dərinə gedək və bunları konkret bitkilərə tətbiq edək. Yəni, ikinci hissəmiz, əkinçilik üçün əsas şərtlər nələrdir? Gəlin belə deyək, uğurlu bir məhsulun reseptini vərəq-vərəq açaq və görək bu amillər real həyatda necə işləyir. Qarşımızda ilk baxışda biraz elmi səslənən bir termin var, aqro-iqlim ehtiyatları. Amma qorxmayın, əslində çox sadədir. Təsəvvür edin ki, hər bir bölgənin bitki yetişdirmək üçün xərcləyə biləcəyi bir iqlim büdcəsi var. Bu büdcənin əsasını isə havanın temperaturunun 10 dərəcədən yuxarı olduğu günlər təşkil edir. Çünki bitkilər ancaq bu temperaturda böyüməyə başlayır. Yəni, sadəcə bir yerin nə qədər istilik ehtiyatı var. Sual budur. Bax, bu cədvəl məncə hər şeyi öz yerinə qoyur. Diqqət edin, buğdanın yetişməsi üçün cəmi 1600-2000 dərəcəlik bir istilik büdcəsi bəs edir. Amma gəlin bir də çəltiyə, yəni düyüyə baxaq. Tələbat 4500 dərəcəyə qədər qalxır. Bu, 2 dəfədən də çox fərq deməkdir. Bax, elə buna görə də Azərbaycanın cənubunda, Lənkəranda, Astarada çəltiyə əkə bilirik. Amma şimaldakı sərin rayonlarda bu demək olar ki, qeyri-mümkündür. Hər bitkinin öz istilik istəyi var. Amma təkcə istiliklə iş bitmir. Yerin forması, yəni relyef də çox vacibdir. Geniş, dümdüz düzənliklər, məsələn traktorlar, kombaynlar kimi ağır texnikanın işləməsi üçün idealdır. Üstəlik böyük suvarma kanallarını da dağda daşda yox, məhz düzənliklərdə çəkmək asandır. Ona görə də pambıq kimi həm çox su, həm də çox texnika tələb edən bitkilər üçün Kür-Araz kimi ovalıqlar əsl cənnətdir. Yəqin heç kim dağ ətəyində pambıq tarlası təsəvvür etmir, elə deyilmi? Və təbii ki, su, kənd təsərrüfatının canı. Burada əsasən 2 fərqli strategiya var. Bir tərəfdə bol yağış yağan, dağlıq və mülayim bölgələrdə tətbiq edilən dəmiyə əkinçiliyi var. Yəni burada fermerlər göyə baxır, hər şeyi təbiətin öhdəsinə buraxır. Digər tərəfdə isə quraq ərazilərin yeganə ümidi olan suvarma əkinçiliyi dayanır. Burada artıq insan işə qarışır və çaylardan, kanallardan istifadə edərək təbiətin çatışmazlığını aradan qaldırır. Və bir də bitkilərin öz xarakteri var. Bəziləri, necə deyərlər, suyu çox sevir. Məsələn, çay, pambıq, şəkər qamışı bol su olmadan bar vermir. Amma yemiş, qarpız, üzüm kimi bitkilər daha dözümlüdür, az su ilə də kifayətlənə bilirlər. Bu da onların harada əkiləcəyini müəyyən edən növbəti bir ipucudur. Yaxşı, bitkilərdən xeyli danışdıq. Bəs heyvanlar?
Onların yerini coğrafiya necə müəyyən edir? Üçüncü hissəmizdə məhz bu suala cavab axtaracağıq. Heyvandarlıq üçün yer seçimi. Görəcəksiniz ki, təbiətin bitkilər üçün qoyduğu qanunlar heyvanlar aləmində də demək olar ki, eyni cür işləyir. Hər bir heyvan əslində öz təbiivinə, öz mühitinə bağlıdır. Gözünüzün önünə gətirin. Şimal maralını ancaq Avrasiyanın və Şimali Amerikanın o soyuq, şaxtalı tundralarında görə bilərsiniz. Və ya azadlığı sevən atlar üçün Mərkəzi Asiyanın odsuz-bucaqsız çöllərindən daha yaxşı bir yer ola bilərmi? Dözümlü qoyunlar quru yarım səhralara və dağlara necə də gözəl uyğunlaşıb. Zəhmətkeş arılar üçün isə ən yaxşı yer əlbəttə ki, balla dolu Alp çəmənlikləridir. Hər biri öz coğrafiyasının bir parçasıdır. Amma bəzi heyvandarlıq sahələri üçün təbiətdən daha vacib bir amil var. Bu amildə bizik, yəni insan. Məsələn, donuzçuluq və quşçuluq fermaları təbii otlaqlardan, çəmənliklərdən o qədər də aslı deyil. Onlar üçün əsas məsələ odur ki, məhsullarını, yəni əti, yumurtanı tez bir zamanda və xarab olmadan böyük şəhərlərə, yəni biz istehlakçılara çatdırsınlar. Buna görə də bu cür fermaları adətən böyük şəhərlərin ətrafında salırlar. Deməli, burada coğrafiyanı təbiət yox, bazar diktə edir. Beləliklə, bütün bu prosesləri müzakirə etdik. Harda, nəyin, nəyə yetişdirildiyini anladıq. İndi isə gəldik ən çətin, amma ən vacib suala. Dördüncü və sonuncu hissəmiz. Kənd təsərrüfatının ekoloji izi. Bəşəriyyəti doyurmaq üçün gördüyümüz bütün bu işlərin planetimizə təsiri, onun ekoloji nəticələri nədir? Bu əslində çox dərin bir dilemmadır. Bir tərəfdən, yaşamaq üçün qida istehsal etməyə məcburuq. Bu, həyati bir zərurətdir. Digər tərəfdən isə, bu istehsal prosesinin özü yaşadığımız dünyaya, təbiətə ciddi zərər vurur. Bir anlıq dayanıb düşünək, dünyanı qidalandırmaq üçün ödədiyimiz bu ekoloji bədəl əslində nə qədər ağırdır, nə dərəcədə ciddidir? Təəssüflər olsun ki, nəticələr həqiqətən də ciddidir. Məsələn, səhv suvarma üsulları torpağın üst qatını duzla örtür, onu məhsul üçün tamamilə yararsız hala salır, buna şoranlaşma deyilir. Otlaqların həddindən artıq istifadəsi yaşıllıqları məhv edir və yerini səhralar tutur. Bu isə səhralaşmadır. Tarlalara vurduğumuz kimyəvi gübrələr yağış suları ilə yeraltı sularımıza qarışır, içməli suyumuzu zəhərləyir. Və bütün bu proseslərin sonunda ən qiymətli xəzinəmiz, bizi yedizdirən o münbit torpaqlar get-gedə azalır. Beləliklə, bugünkü izahımızı çox vacib və düşündürücü bir sualla yekunlaşdırırıq. Qarşımızda duran ən böyük problem budur. Bir tərəfdən sayı durmadan artan bəşəriyyəti necə doyuraq, digər tərəfdənsə evimiz olan bu planeti necə qoruyaq? Bu iki məqsəd arasında tarazlığı necə tapa bilərik? Bu, cavabını hamımızın birlikdə axtarmalı olduğu bir sualdır.